şəhərinin sənaye və tikinti sektorunda öz fəaliyyəti ilə seçilən Eldar Şahməmmədov məsuliyyətli rəhbər, bacarıqlı təşkilatçı və işgüzar idarəçi kimi tanınır. Onun rəhbərliyi altında fəaliyyət göstərən Gəncə Beton Zavodu regionun tikinti sahəsinin inkişafına öz töhfəsini verməklə yanaşı, yüksək keyfiyyətli məhsul istehsalı və əməkdaşlara yaradılan əlverişli iş şəraiti ilə də diqqət çəkir. Gəncə Beton Zavodu şəhərin mühüm sənaye müəssisələrindən biri kimi fəaliyyət göstərir. Eldar Şahməmmədov işində daim yeniliklərə açıq olması, əməkdaşlarla səmimi münasibət qurması və kollektiv ruhunun formalaşdırılmasına xüsusi önəm verməsi ilə fərqlənir. Onun rəhbərlik prinsiplərinin əsasında dürüstlük, peşəkarlıq və məsuliyyət təşkil edir. Bu keyfiyyətlər müəssisənin fəaliyyətinin daha da səmərəli təşkil olunmasına və əldə olunan uğurların davamlı olmasına şərait yaradır. Kollektiv tərəfindən hörmət və rəğbətlə qarşılanan Eldar Şahməmmədov həmçinin sosial məsuliyyət hissi ilə də seçilən rəhbərlərdən biridir. O, işçilərin rifahının yaxşılaşdırılması, təhlükəsiz əmək şəraitinin yaradılması və müəssisənin inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərir. Eldar Şahməmmədova gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və rəhbərlik etdiyi müəssisənin daha böyük nailiyyətlər qazanmasını arzulayırıq. Onun əməyi və zəhməti Gəncə şəhərinin sənaye potensialının inkişafına mühüm töhfə verir.